İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin məhkəmə şuraları sədrlərinin 3-cü iclası keçirilib. Toplantıda Azərbaycan Məhkəmə Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürhaliyev, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən olan nümayəndələri iştirak ediblər. İclas çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin məhkəmə şuraları şəbəkəsinin əsasnaməsi imzalanıb. İnam Kərimov çıxışında bu sənədin birgə hüquqi layihələrin təşkili, elmi tədrisi proqramlarının həyata keçirilməsi, hakimlərin etik və peşəkar hazırlığı, orta hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürhaliyev vurğulayıb ki, hüquq sahəsində əməkdaşlıq təşkilatın əsas prioritetlərindəndir və bu sənəd üzv dövlətlər arasında hüquqi həmrəyliyin gücləndirilməsinə xidmət edəcək. O bu il Azərbaycanda Türk Dövlətləri Təşkilatının Ədliyyə Nazirləri Şurasının ikinci iclasının keçirilməsinin də planlaşdırıldığını deyib. Qırğızıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Şimali Kipr nümayəndələri də sənədin hüquq sistemlərinin yaxınlaşması, rəqəmsallaşma təşəbbüsləri və ədalətin təşviqi baxımından tarixi əhəmiyyətə malik olduğunu bildiriblər. Qeyd olunub ki, bu əməkdaşlıq hüquqi biliklərin paylaşılması, ortaq hüquqi mədəniyyətin formalaşması və gələcək nəsil hüquqşünasların peşəkar inkişafına töhfə verəcək. İclasın sonunda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları şəbəkəsinin əsasnaməsi rəsmi şəkildə imzalanıb və hüquqi əməkdaşlığın yeni mərhələsinə start verilib.